Həyətin gözəlliyinə baxın. Belə bir həyət heç yerdə yoxdur. Bura Kirovka deyil, bura Masazırdır. Ev sahibi sadəcə bax belə işlərdə maraqlıdır deyənə 3 sot yarım torpaq sahəsində özü üçün bax belə bir şərait yaradıb. Demək olar ki, hər cür ağac mövcuddur. Bax bu hissədə də özü üçün belə bir otaq ayırıb. Burada da simavarı, manqalı fikir verin. Əsas mənim üçün maraqlı olan budur, su quyusu. Əsl Dəduba evi də elə bir. Təmiz kənd evi. Bax burada da bizim belə bir qəşəng stolası, bu da o nərd taxtası. Dincəlmə otağıdır. Əzizləyicilərim, evimiz qeyd etdiyim kimi 3 sot yarım torpaq sahəsindədir. Burada da ev sahibi toğlar üçün bax belə bir hin ayırıb, setkanı qurub ki, toğ setkanın arasında geçsin, gəlsin, həyətə heç bir ziyan vurmasın. Ümumi həyət yanı sahəsi. Burada da demək, qəşəng manqalxanası var. Və evimizin bir neçə maşınlıq ki, yer ayırıb burada. İstilik sistemi kombi, yerdən 3 daş kürsüdə və qalxaq evimizin iç təqdimatına. Çox geniş otaqları olan evdir. 4 tərəfi qoşa daş. Əsas odur ki, evimizin bütün otaqların qarşısı açıqdır. Gün tutan, yel çəkən. Evdə nə görsə qiyməti daxil saxlanılacaq. Qiymət nəzərdə tutulub 103.000 manat. Bu və digər evlər haqqında linkdə nömrəmi qeyd edirəm. Sizin də satışda eviniz varsa şəxsən mənə müraciət edə bilərsiniz. Kanala abunə olmağı unutmayın. Sağ olun.